İbn Qayyim rahimehullah gözəl bir fayda gətirir. Hansı ki, İbn Qayyim rahimehullahın faydaları həqiqətən insana çox təsir edir. Çox gözəl hər bir məqamda insana, insanın həyatına, imanına təsir edən gözəl faydalar gətirir. Və buyurur ki, min a'cebil əşya ən ta'rifə rabbək thumma la tuhibbu. Deyir, ən təəccüblü hallardan birisi də odur ki, bir insan Rəbbini tanıyır və onu sevmir. Və ən təsmə' da'ihi thumma tetəəxxaru anil icabə. Və deyir, onun çağırışını eşidir. Yəni Allah Subhanahu va Taala Quran-ı Kərimdə bizlərə hər zaman çağırış edir. Ey qullarım, namaz qılın, ibadət edin. Bir təəccüb edirik ki, ən təəccüblü haldır ki, insan onları eşidir və Rəbbini sevdiyini iddia edir və Rəbbini tanıdığını iddia edir, ancaq onların heç birinə məhəl qoymur. Onlara əməl etmir. Bundan təəccüblü heç nə yoxdur. Və insanların çoxdan soruşsan ki, ey filan kəs, bəs Allaha inanırsanmı? Deyəcək, Allaha inanıram, qurban olun. Və insanlar, Allahı sevirəm, Allaha, yəni görürsən ki, insanın içində dilinə gətirir o sözü. Ancaq ki, görürsən, heç bir ibadət etmir. Bu necə sevgi ola bilər, möhtərəm qardaşlar? Bir çox insanların halıdır ki, Allahı sevdiyini iddia edir və Allah Subhanahu va Taala'nın kəlamlarını eşidir və onlara məhəl qoymur. Və deyir, bu təəccüblü bir haldır. Və ən ta'rifə qadrar ribhi bi muamele thumma ta'malu gayrah. Deyir, onun ticarətini bilir Allahla olan. Allahla olan ticarət nədir, möhtərəm qardaşlar? Bir insan bilir ki, bu əməli etsəm, onun müqabili var. Cənnətdə onun müqabili var. Onun əcri var, onun savabı var. Onu bilir, ancaq ondan başqa bir əməl edir. Yəni, o əməli etmir, dünya üçün hansısa bir əməl edir. Bu, axirətlə olan ticarətdir. Hər bir insan həyatda nə istəyir? Bu dünyada qazanc istəyir. İstəyir ki, nəyisə qazansın, nəyisə əldə etsin. Ancaq Allahla olan qazanc nədir, möhtərəm qardaşlar? Xeyir əməlləri etmək bu dünyada, mükafatını Rəbbimizdən gözləmək. Ən böyük ticarət budur. Və deyir, insana ən böyük təəccüblü insanın halındandır ki, insan o ticarəti bilir, o qazancı bilir, ancaq onun qeyrisini edir.